Hoş görmüşük herkesi. Bugün bizim dostumuz, əzizimiz, Bedibasarın ünlü şairi, Binnət Əsgərin son 2009-cu ildən başladığı Maqadan xatirələrinin kitab nəşr olunması münasibəti ilə böyük bir tədbir keçirildi Qərbi Azərbaycan icmasında və orada da iştirak edən hər kəsə təşəkkür edirik Binnət müəllimin adından. Və üstəlik bir qismi yığışmışıq bura, kitabı qeyd edək. Bu məclisin iştirakçıları Ağbaba Şöreyil mahalının böyük yazarı Şəmsi Qocadır. Ağdam elindən İldırım Əlişoğludur, şair. Həsən Babayev qardaşımızdır. Polkovnik Aydın müəllimdir. Bizim el oğlumuz, fəxrimiz Minvod Sabir İskəndərovdur və İlham qardaşımızdır. Məclisin başında da Allah ocağına bərəkət versin. Hacı Loğman Qorquddur. Miskin Abdal ocağının görkəmli nümayəndəsi. Məclisin bu tərəfində də oturubdu yenə Ağbaba Şöreyil mahalının ünlü yazarı Sultan Orucoğlu. Bizim yubilyarımız Binnət Əsgər. Bir daha təbrik edirik. Xalsa icmasının rəhbəri Yahya Səfərov bizim ziyalımız. Ziyalı qardaşımız Rafiq Səfərov. Ünlü şairimiz Zahir Vedilidir. Salamlar olsun. Rasim Rüstəmovdur. Sədi müəllimdir və bir də Radik müəllimdir. Və müvəqqəti olaraq məclisin də xidmətçisi mən Bilal İsrafiloğlu. Hamınızın adından bir daha xoş gəldiniz deyirik. Binnət müəllimi təbrik edirik. Binnət müəllimin 2009-cu ildə Maqadana yola salanlardan biri də mən olmuşam. Mütəmadi əlaqə saxlayan, o ildən bu ilə böyük səbir və hövsələ ilə bu işi davam elətdirdiyi üçün bir daha təşəkkür edirəm. Gözün aydın olsun. Bir ayağı unutma çıxanda başa. Endirər yerini üçün gedər Allah. Fələyin ölçənib darı götürməz hər şeyi bir anda puç edər Allah. Yaxşı fikirlə getdiyin yolu əbədi düşünmə. Şöhrəti, pulu, ayaqlar altında taftanan qulu qucaldar başında tac edər Allah. Xaliqin xilqəti kitabsız olmaz, əməllər, yazılar hesabsız olmaz. Zalimin zülmü cavabsız olmaz. Loğman gecə eləyər, yüz eləyər Allah. Yaşa. Binnət müəllim, əsərimizdəki o mahiyyət, mən orada bir şey vurguladım. Məsələn, o insanların o qanun, haqsız qanuna bais olan bir kəşfiyyatçını belə Allah yaşatmaz. 56-cı ildə onu da canlı alır. Dəhşətli, elə şeylər çıxarmısın ortada. İnsan burada oxuyanda həm tarixçiliyə, həm dövlətçiliyə, həm də Allahın qüdrətinə istinad eləməmək mümkün deyil o kitabda. Mən başqa gözlə baxdım. Mən təşəkkür edirəm sizə. Çox təşəkkür ederim. Allah köməyin olsun, var ol. Mən sevinirəm sənin, bax bu iki əsərinə. Mən Azərbaycan, mənim ustadım İlyas Taxtı olur rəhmətli. O həmişə sevinər ki, o qələm tutanın qələmində bir işıq olsun. Səhər-səhər bir şey yazmışam, yazmışam ki, paxıllar nə çəkir, görürəm Allah, nə yaxşı ürəyim paxıl olmuyor. Çoxları yaşlandı, saqqal ağartdı, nə ağ saqqal, nə də ahıl olmuyor. İnsanlar üzünü verən qəlbidir, insanın Allah deyir qəlbinə görə verir, bu xalqdır. İnsanlar üzünü verən qəlbidir, bunu duymayanlar, duymayanın qəlbi, yəni saxtadır. Sözün tədbisinası var. O sirri pülhandır, o bir qəlbidir, ucadadır. O bir həqiqətdir, nağıl olmuyor. Yəni Allah bu işlərin hamısını düz qoşur. Qəlbi dağlar. Hələ ayılmadıq biz bir röyadan, doymadı gözümüz rəngdən, boyadan. Neçə nuh gəmilər keçdi dünyada, onlar bizim kimi cahil olmuyor. Yəni, peyğəmbərlər var dövləti xalq üçün xərclət getdilər. Loğmanla bəllidir qabiliyyətim, elmi, fərasətim, fəaliyyətim. Nə bicliyim olur, nə siyasətim, vallahi məndə bircə qram ağıl olmuyor. Vallahi ağlımız olmuyor. Allah gözəl. Çox sağ olun, nə böyüklər ağıl olmuyor. Mən sənə təşəkkür edirəm, hamıdan təşəkkür edirəm. Çox sağ olun. Özünə mənfi deyən adam özü müsbət adam. Mən səni ilk dəfə görəndə belə nəzakətli gördüm. Bir baxım yox, təbiətim belədir, şeirlərimi oxuyuram, kitabımı oxuyuram. Baxıram, bu adam belə yorulur. Burada sünilik yoxdur, ona görə də sənin bu təbii duruşu var, təbii düşüncələr, təbii idrakına, təbii qələminə əhsən deyək. Bir davranışlar olsun. Eşq olsun. Burada yığılan dostları da, sən Azərbaycanın miqyasına sığmıyorsun.
Demək Şəmsi Qoca bizim indi hal-hazırda Qərbi Azərbaycanın ən yaxşı qələm sahibidir. Gözəl yazıları var. Bugünkü bu iştirak elədiyimiz bu kitabda Şəmsi Qocanın elə cümlələri var ki, mən 7 il fikirləşsəm o cümləni tapa bilmərəm. Adamı zamanında kandırır. O Şəmsi müəllim həqiqətən elə cümlələr var. Mən həqiqətən fikirləşib onu tapa bilmərəm. Hələ o yazdığını biraz... Əzim əlində çox qəşəng yazı var. Hə, ikisidir. Deməli Şəmsi müəllim, çox təşəkkür edirəm. Kitabın üstündə əməyin olur. Yoxsuz gecən olur. Əziz müəllim o saat 4-ün yarısında, gecə 4-ün yarısında mənə o şeyi attı. Ön sözü, redaktor. Və sonra da mənə dedi ki, məni qoymayıbsan yatmağa. Niyə? Saat 11-də kitaba başladı deyə əl çəkə bilmədim. Mən yatmadım. Şəmsi müəllim də eləcə gecəni işləyib. Mən artıq bir sən də bax, gör nə deyirdi, vergül zadı. Hə, Biraz baxdım, deyirdi ki, sən də yazma. Dedim, mən də baxıram. Xeyr. Sən soruşdun ki, necədir? Oxudun, gör necədir? Mən də dedim ki, ön söz kitabdan yaxşıdırsa onda necə olur? Şəmsi müəllim, sən sağ olun. Ya Allah. Çox təşəkkür edirəm. Əziyyət çəkdim. Zəhmət çəkdim. Kitabı gözəlləşdirdim. Mən bir sən asasın. Deyir, mənə dərddən qamdan danışma qardaş, öz dərdim özümə bəsimdir mənim. Vətən itirmişəm, el itirmişəm, ömürlük kədərdə yasımdır mənim. Vətən baxşasında açanda gülüm, uzatdım, dərməyə çatmadı əlim. Dedim ki, hər sözü danışma dedim, bəlasını çəkən başımdır mənim. Roman dəryasında azdığım şeir, qovub ürəyimdən qazdığım şeir. Vətən həsrətindən yazdığım şeir, gözlərimə baxam, yaşımdır mənim. Sağ ol. Şəmsi Qoca da deyəcək. Buna tanrım, imkanın var, hifz edən. Yaxşıları, yamanların xətrinə. Ucaları ucalıqdan indirmən, zirvələrdə dumanların xətrinə. Üstümüzə qar da yağdır, yağış da. Bozulmasın bir ilmə də, nakış da. Sən adilsən, bu bəndəndir bağışda. Ammazları qanunları xətrinə. Sağ ol. Gözəllikdə baş elə. Gözəllik duymayanı daş elə. Könlümüzü qanat çalan diş elə. Dənizlərin ummanları Sərişəni kol dibində uyutma. Aqilləri nadanlara tay tutma. Eşq odunu qəlbimizdə soyutma. Arzuların, gümanların xətrinə. Sağ ol. Şəmsi Qoca, nə yaşadıq, nə gördük. Ömür keçdi, ah çəkdik, kök götürdük. Sevgi adlı bir əmanət götürdük, yal olmaz. Bizdən sevgi malları xətrinə. İldirim Əlişoğlu Ağdam Qarabağ torpağının nümayəndəsi iştirak eləyir. İstəyirəm ki, bizim içimizə bir rəng qatan, bir Qarabağlı kimi, biz hamımız Qərbi Azərbaycanlı, ona da bir rəng sözünü ifadə eləmək üçün Bir araç da vereyim mən. Ver. Bunun atası 18-ci ildə Bəylərdə xanlar onları kulak edib filmlərdə. Gözəl şair yazısımızı təbrik edirəm. Ona can sağ ol, arzulayıram. Mən çox sevindim. Buradakı adamları da gördüm. Mənim üçün Qarabağlısan yoxdur, Lənkəranlısan yoxdur, Azərbaycanlıyıq, insanıq hamımız. Bir de bir yazımı deyim onu deyim, bir əlifba şeirim var, o əlifba şeirimi deyim. Diqqət Ailə edin. başlayır analı vətən. Və sana ailə başlayan adam. Bu nə əlifbadır, öyrətmə müəllim, kəlbəcərsiz kanı istəmir adam.
dağların kağızın üstə qalıbsan, mən necə baxaram Laçına tərəf. Görürsən, dərdə dəsmal götürüb, sıxır göz yaşını saçılır tərəf. Qeylər dərəsizdir, qeylər qalasız. Yazma o lüfəyə Cavanşir adın. Çatlayar babamın Babəkin yoru. Düşübdü daşıma imzası yadın. Qozginan o şeirini, Şuşa yoxdur ki, köçüb şeirlərə nağıl olubdur. Dünən ayağımı öpən dığalar dırmanıb qıqlıza oğul olubdur. Bircə teyini öyrət, yazdır töhməti, astır gözümüzün düz qabağından. Ya ölək, ya alaq biz Qarabağı, qutaraq dünyanın söz qınağından. Allah'ım bu günlə şükür ki, biz Qarabağı aldıq. Allah canını sağ eləsin, Allah sıvar eləsin. Mən qardaşımı təbrik edirəm. Biz də getdi Maqadana. O vaxta qədər biz Maqadana hamı gedər gəlməz kimi təsvir eləyirdik də ki, Maqadan gedər gəlməzdi. İndi xalsallara, xüsusən də xalası oğlanları, dayısı oğlanlarına göz aydınlığı verirəm ki, yeganə xalsalıdır ki, Maqadana getdi və sağ-salamat qayıtdı. Allah Yüylət qardaşımızın ruhunu şad eləsin. Biz elə bilək ki, bu günləri həmin o kitabın baş sponsoru, əsas ideya müəllifi Yüylətdir. Allah odunu, ocağını, övladını qorusun. Gözünüz aydın olsun. Binnət müəllim Maqadandan sağ-salamat qayıtdı gəldi. Gedər gəlməzi bizə biraz doğma elədi. Və Binnət müəllimin sağ tərəfində oturan şair Sultan Orucoğlu'ya biz söz vermək istəyirəm. Əlbəttə ki, onun bu kitab yəni həm dövlət əhəmiyyətli kitabdır, həm milli baxımdan, həm Azərbaycançılıq baxımından, həm tarixi həqiqətlər baxımından əvəzsiz kitabdır, qiymətli kitabdır. Orada danışdılar, yaxşı da təhlil elədilər hamısı da. Mən də orada dedim ki, çıxaram, birdən mənə deyərlər, çıx, biz məzəri bir şiir deyir. Üç bənd orada ki, birdən deyərlər, o da incəfərat demədilər. Deyirəm ki, Bakı Xəzər hara, Maqadan hara. Vallahi halal olsun bində tezkərə. Mən kimi Rind hara, Maqadan hara. Maqlardan danışır. Buraya da usaq. Bəllidir, hər qayda, sünnət, məskərə. Hər şey sərrafdır, zərgərdir, bir əhli haldır. Xalqa xidmət etmək nə xoş amaldır. Mən yazıb muz daldım, o savab aldı. Qır mənə düşəcək, cənnət eskidi. Minim avtobusa, qatara bəlkə. Söz deyim, at verim çapara, bəlkə çapardan şəmsi qocaq bilsən, işləri həm də yanıdır. Söz deyim, at verim çapara, bəlkə. Aya məni də ziyafətə aparacaqkən, qoy gelin eyləyəm minnət əskərə. O da nə minnət elədim, nə bu dedi, gələ mən incə para. Çox sağ ol. Sağ ol. Sağ ol, sağ ol əzim. Allah qoysa, bunun gələcək kitablarında mən elə bilirəm ki, dövlət də buna dəyər verəcək. Bizim Qərb Azərbaycan icması da bunu verəcək, yol verəcək. Dövlət də maraqlanacaq. Bir şey də deyil, bizim kənddən bir nəfərin qəbrini orada tapdı, gətirdi. Mən o ikini yox idi, o kişi yox idi. Deməli, Həsənov Ələkdə adlıq bir nəfər getmişdi, bizim Əsko Yeznənin atasıydı. Getdi, gəldi, dedi, belə bir adam var, Mağaracıq kəndi. Getdim, o nəvələri nəticələri var, dedim. Biraz sevindiler ama o kadar bunu manaya vermediler. Dedim yani çağda kimi gedər gətirənlər, gətirmədilər. Ama bunun xidməti o, yəni mağaracıqdan orada o itkin düşəni bildilər ki, bu itkin imiş. Qiymət Allah verir. Biz verə bilmərik, ancaq biz bəyənə bilərik. Bəyənirəm sənin bu əsərini, çox gözəl. Birinci növbədə belə bir şərait yaratdığına görə bizim Loğman qardaşımıza təşəkkür edirəm. Burada əsas xalsalılardır demək olar ki, indi xalsalının ən yaxın dostları da buradadır. Mən bütün bu xalsalılar içərisində olmaqla həm qonaqları, həm özümüzü hamımızı təbrik edirəm. Binnət müəllimin yazdığı
bu kitaba Öyle en yaş Xalsalı mənə. en yaş kalsalı bilirim. Loğman hakkında burada çok oturmuşum. Yani sizin o işlerinizi bilirim. Çok sağ olun. Binnət müəllim belə bir kitap ərsəyə gətirib, mən onu bizim Xalsa kəndinin bir təxmin hesab edirəm, belə bir kitab. Bu günləri möhtəşəm bir özü hamımızın şahidliyi ilə belə bir məclis oldu, belə bir tərcümat oldu orada. Binnət müəllim bir daha mən daha sübut elədim. Onun yaxın dostları, ondan oturanlar hamısı bilirdi. Şəxsən mənim özüm də bilirdim. Amma bugün onu belə açıqlaması ilə təsdiq elədi və onun bir olan hörməti mənim yanımda bir 10 dəfə, 100 dəfə də bəlkə artdı. Ona görə ki, Xalsalıların başını çox ucaldı. Həm yazdığı kitabla, həm çıxışı, həm də oradakı insanların Xalsalılardan başqa insanların ona qarşı olan o hörməti, məhəbbəti, hətta ağlayanlar var. Bir qadın gətirdim, ondan tanış elədim Binnət müəllimlə. Bunlar hamısı bizə fəxr gətirir. Şəxsən mən bir Xalsalı kimi bugün o qədər gözəl bir təəssüratından ayrıldım. Həm oradan bugünkü ya da məclisdə onun içərisində gözəl təəssüratlar hələ ki başlayır, gedir. Binnət müəllim mən təşəkkürümü bildirirəm bu. O deməkdir ki, həm Xalsalılardan biri kimi, Xalsalıların ümumisi kimi mən də bu işə Binnət müəllimin bu ömür yoluna, bu gözəl yaradıcılığına bir daha ürəkdən vurğun kimiyəm, yəni özümü elə göstərirəm və bundan sonra da elə olacaqdır. Çünki artıq kitabı oxumamışam deyim, o qədər deyəmirəm. Amma kitab artıq bizə məlum oldu danışıqlardan, onun özünün də danışığından. Özü də çox qəşəng, natiq danışdı, çox. Özünü elə danışdı ki, yerdəki adamlar deyirəm. Mən onun bu ömür yolu biraz orada da belə bir çıxışda oldu ki, həyatında bəzi çətinliklərlə bu kitabı ərsəyə gətirmədi. Ümumiyyətlə həyatında onun mənim bildiyimə görə çətin anlar çox olub, çox çətinliklər keçib. Amma bu ömür şərəfli bir ömür kimi yaşayır. Mən onu çox şərəfli hesab edirəm. Gecəsində külahlanır yuxumuz. Oyunumuz, inadımız, uyğumuz. Ömrümüzdən bir gün güzel dünyadır. Dünya güzel, dünya güzel dünyadır. Sizlerle bir yerde olanda dünya hakikaten de güzel. Bayaq məclisin başlanğıcında dedik, məclislər iki türlü olur da. Bir var yazı məclisləri, yazı pozu adamın məclisi. Bir də var biraz nisbətən elitli məclislər. Bizim Sabir İskəndərov da 1000 dəfə çox məclislər görüb, ancaq onun məclisləri biraz bəlkə də belə şair söz məclisi olmayıbdı. Amma bu adam da bizim kəndin fəxridir. Bütün tədbirlərin maddi təminatçısı da, yolu düşən o tərəfə, Maqadan deyəcəkdim, Minvada hər kəsin qulluğunda durub, köməkliyini əsirgəməyib. İndi belə məclisdə mən fəxr eləyərəm ki, Sabir qardaşımız da həm Binnət Əsgər haqqında, ümumiyyətlə bir kitab haqqında öz ürək sözünü desin. Mən o deyilən sözləri təkrar eləmək istəmirəm. Mən, düz deyirsiniz, mən çox məclislərdə ola bilərəm. Mən gündə 10 dənə məclisdə ola bilərəm. Amma Xalsalılarla olan məclisdən aldığım istiliyi heç bir məclisdə mən ala bilmirəm. Yəni bunu biləsiniz. Mənim üçün Xalsalının nə işdə işləməsi mənim üçün önəmli deyil. O Xalsalıdırsa, o mənim əzizimdir. İmkan daxilində mən hər birinin balacadan tutmuş böyüyünə qədər qulluğunda durmağa hazıram. Binnət, mən Binnətə, Aydına, bunların hamısına baxanda mənim uşaqlıq dostum, ən əziz dostlarımın biri Sabir rəhmətli mənim uşaqlıq dostum olub. Mən onun sahəsində bunlardan uşaqlıqdan doğmalaşmışam.
Ona görə də Allah onu qəni rəhmət eləsin. Cəmi keçənlərin hamısına Allah qəni rəhmət eləsin. Nəsirov Vaqif də həmişə cəmaat təzə Bakıya köçəndə imkan daxilində ən xalsalların hamısına dayaq olanlardan biri də Nəsirov. Bəli, ruhu şad olsun. Vaqif olub, onun da ruhu şad olsun. Binnətə mən böyük qardaşım kimi baxıram. Binnət mənim yanımda Minvodda da olub, bizim başqa sərgüzəştlərimizdə olub. Binnət, bugünkü gündə Allaha and olsun, mən həqiqətən ürəyim dağa döndü. Mən bugünkü gündə gəldim orada bu təqdimatın keçirilməsində o qədər insanların həqiqətən ürəkdən iştirak eləmələri, kimlərin orada olmaları, bütün xalsalların, Qərbi Azərbaycandan başqa nümayəndələrin orada iştirak etmələri. Biri var iştirak edirlər can dərdi, biri də var ürəkdən iştirak edirlər. Orada olan hər bir şəxsin üzündə mən görürdüm o təbəssümü, belə o sevinci görürdüm ki, nə təri ürəkdən sevinən var. Sevinç göz yaşları tökənlər var orada. Hələ sənə də kövrətlidir. Dedim, indi sən də ağlayasan biabır olarım. Sən mən təbrik edirəm. Çox sağ ol. Çox sağ ol. Həqiqətən də Binnət Maqadanda bu kitabı yazanda xəstələnmişdi. Mən ona tez-tez zəng edirdim ki, Binnət, oradasan, nə köməklik, nə da qərib eldir. O qərib eldə bəlkə də mən özümü qalandan qərib eldə yaşadığıma görə hər bir yerini görəndə daha mən heç vaxt soruşmuram bu hansı rayondandır, kimdir, nəçidir. Qəlbən mən özümə borc bilirəm, əlimdən gələni eləməyə. İndi o ruslar deyir, мы тоже не все могущие, hər şey bacarmasaq da gücümüz çatanı. Amma mən onda Binnətlə tez-tez danışırdım. Bu xəstə halı ilə da mənə orada mən deyirəm ki, Binnət, sən qədər qalır. Nə köməklik, nə tərsən, müalicə, nə tərqi. Bu mənə arxivdən danışır. Getdim arxivə filan şeyi çıxartdım. Filan şey filan oldu. Danışır. Mən də deyirəm, mən bu indi o hər adam onu bacarmaz. Bilirsinizmi? Yəni elə bir belə deyək də güclü işi gəlir yeri olmaya, hər şeyi atıb gedib illə orada oturub o əziyyət çəkib onların hamısını ərsəyə gətirmək hər kişinin işi deyil, reallığı demək lazım. Ona görə sən həm mənə yaxın doğma, böyük qardaş kimi, həm xalsalı kimi, sən hər bir xoş gününə sevinənəm, sevinirəm. Bugünkü gün bütün başqa Qərbi Azərbaycanlılar üçün nümunəvi bir gün oldu ki, hər adam bu səviyyədə kitabın təqdimatını keçirdə bilmir, reallığı demək lazımdır. Bəlkə də keçirdiblər. Mən məsəl üçün iştirak eləməmişəm. Mən bir neçə yerdə iştirak eləmişəm. Da Qərbi Azərbaycanlıların belə məclislərində görkəli dostlarım var, onların məclisləri var. Amma bu səviyyədə reallığı olmuyor. Bu bütün Vedibasar mahalı üçün xoş bir gündür. Öz vətənini, torpağını sevən hər bir şəxs bugünkü gün üçün, sənin uğurun üçün sevinməlidir. Mən səni bağrıma basıram, təbrik edirəm, arz edirəm, davamı gəlsin. Sağ ol Sabir müəllim, sağ ol. Şair Binnət Əsgər yazır ki, mənim doğma kəndimdə Naxır yolu boyunca bir çay axır indi də. Bax, o çayın gün döyən, həzin, ilıq, bulanıq suyundan süzün mənə. Amma şərab süzməyin. Çünki yaraşmır mənə. Həmin o Qarxonağın çayından içən, suyundan içən bizim Həsən Babayev qardaşımız buradadır. Yaşca da mən baxıram, hamısı üzürlü sayar. Yaşca da ən böyüyümüzdür, ağsaqqalımızdır. Həm də Binnət müəllimin özündən də 2 yaş böyükdür. İstəyirəm Həsən qardaşımız da bir ürək sözünü desin. Anladım. Verən sağlıqlarla da qoşuluram. Allah bundan belə
sağlam ömür versin. Şükür hayat versin. Bize bir güç versin ki bir sıra kitabın mühendisi olabilesin. Ve o kitaplarla bizi de sevindiresin. Elimize, obamıza şeref getiresin. Hemşe canın sağ olsun, sağlam olasın. Çok sağ olun. Yaradanlardan olasın. Sağ olun. Çok var olun, sağ olun. Hem çok da Hasan sevinen doğrudan da çok sevdim. Minnet çok. Polkovnik sen de Ben de Binat Hanım'ı zaten tebrik ediyorum. Bu sıradan bir kitap değil. Bir şiirdir, hikayedir. Bunları toplayıp yığmak asandır. Ancak burada bir sənətli söz var da. Çünkü onları gidip aktarmak lazım, aramak lazımdır. Bu da yakında yok. Hadisa 7500 kilometreden zaten artık bir mesafedeki Binat Hanım neçə dəfələrlə bu mesafəni qət edib və gözəl bir kitap əsər gətiribdir. Bu kitap münasibətlə Binat Hanım'ı zaten təbrik edirəm. Xalçaları təbrik edirəm. Hakikaten de bu bizim için bir ruh yüksəldidir ki, bizim de kendimizin belə bir yazar vardır. Binat Hanım, sana uzun ömür, şans Allah duyuram. Kitabın davamı gelsin. Çok sağ ol. Allah sana sağ salamat versin. ona göre xahiş eləyirəm bizim ziyalımız Rafik müəllim ve bacısoğlu Zahir Vedili. İkisi birlikte söz verir. Sağ ol Ömər'im, bizlərə söz verdiyinizə görə. Mən də bayaqdan deyilən o sağlıqlara, xoş sözlərə qoşunuram. Binnət Aloğlu, mən sizləri təbrik edirəm. Axarı olmasın, axarı. İndi deyiləm, Məhməd yoxdur burada. Bayaqdan o deyilən sağlıqlara mən bəlkə bu qədər, mən qədər burada sevinən yoxdur. Birinci dəfə Rasim mənə zəng eləyəndə dedim, biz orada olacaq 100%. Bir də o yaş məsələsi var. Deyək, qəmkələr əlindən qocalır insan. Kişilik qocalmır, qeyrət qocalmır. Ömrün sona yetən qartar ömrüdür. Dağlarda qıy səsi, heyrət qocalmır. Ömrün baharında qış ağarsa, daş ağarsa da, torpaq qırıl tutub, baş ağarsa da, ay xaloğlu, yaşın 70'i keçib, baş ağarsa da, ürəkdə dəyanə, cürət qocalmır. Alqaytam, məni dinləyin biraz, axarım Kürçayı, miskilim araz, yatarım şehirli, varım telli saz, elde hürmətim var, o hürmət qocalmır. Sənə bu hürməti sona qədər arzulayıram. Həmişə bizim fəxrimizsən, nəinki bizim xalçaların fəxrisən. Sənə uzun ömür, can sağlığı, bir də xoş günlər görə Sağ ol Rafik müəllim. Çox sağ ol. Gökəli yeznəsidir, Çaxırı yeznəsidir ona göre. Zahir müəllim buyur. Sabri müəllimə bayaq başında gələndə əziz qardaşımız orada bir söz dedi. Dedi, mən harda oluram, indi iş adamıdır, böyük ziyafətlərə falan istəyir. Ancaq dedi, xalisələrin çiçilməlisində aldığım zövqə heç ala bilmirlər. Ürəyi müşkər yad baxışlardan onu isitməyə köz vətəndədir. Sənin üçün öbədi ömür yoldaşı, mələyə bənzəyən gözləri, qaşı, arnamız gözləyən hər addım başı, yorumuz gözləyən qız vətəndədir. Kim sahib çıxacaq biz siz ellərə? Qoy kölə olmasın dilim dillərə, uşaqkən gəzdiyin güza, çöllərə vurduğun hər naxır, iz vətəndədir. Gəzmə qürbət əldə, belədən belə. Elin obam üçün dön qızıl gülə, hər nə eləyirsən, vətən üçün elə, sənə qiymət qoyan, göz vətəndədir. Başa düşə bilsən Hacı Loğmanı, buradan ağıllaşır ömrün hər anı, muğamı ruhumun dava, dərmanı, ələskər çaldı, saz vətəndədir. Sağ ol, sağ ol. Sağ ol. Zahir müəllim de bir sözünü desin. Buyur Zahir. Çok sağ olun. Biraz sevinç dolu, biraz gəm dolu. Bir ömür yaşayır dünyada herkes. Herkesin olsa da bir ömür yolu, her ömrün ahengi bir ola bilmez. Ömür var, şam kimi yansa da her an. Ama zerre kadar şirin. Ömür var, olur eli üçün yanar. O ömrün şölesi, güneşten çok. Binnət Bey, bugün sizin yaşadığınız bu ömür ki var, bu el üçün yaşadığınız ömür, vallahi o ömrün şöləsi həqiqətən də güneşdən çox olan bir ömürdür. Tarixdə yeniləşmələri, axtarışları, tapıntıları üzə gətirmək hər oğlun hünəri deyil və bayaq qeyd olunduğu kimi mağaranlar. Kitap özü bir dünyadır. Mən həmişə çıxışlarımda da bunu demişəm. Kitap özü bir dünyadır. Kitabın hər səhifəsi, okunan o hər səhifəsi bir güzgüdür. O kitap güzgüdə olan, hər səhifədə olan o
misralar var. O misralar da oxucunun qəlbində o həmin günəşin şöləsinə qədər özünə yer tapmağı bacaran bir aləmdir, dünyadır. Valla bugün mən sizə minnətdaram ki, belə bir kitabı ərsiyə gətiribsiniz. Düzdür, indi xalam oğlu olsun da mən hələ kitabı görməmişəm. Olandan sonra oxuyarıq inşallah kitab haqqında barədə məlumatımız olar inşallah. İnşallah. Uğurlar arzulayıram. Çox sağ ol. Uğurlar arzulayıram. Xudavənd aləmi həmişə zehninizin nurunu o qədər güclü eləsin ki, qələminizin nuru hər ikisi birləşəndə günəşdən çox olsun. Çox sağ ol. Bir şey Təbrik Bir dakika. Denən. Deyim. Ona Xaloğlu. Bir dənə şey. deyirəm elə, buyur. Belə xaloğlu dediyin üçün. Eşidin dərdimi qarlı dağlar. Biçarə bülbüləm, Öz yazıqları. gül itirmişəm. Vətəndən uzaqda qalmışam ağlar, yaralı mizrabam. Tel itirmişəm. Məni tutan gündən həsrət adlı daş, axır ürəyimə gözümdəki yaş. Dərd qəmim böyükdən böyükdür, qardaş, vətən itirmişəm, el itirmişəm. Telefon zəhləri hazır. Neçə illərdir ki, batıbdır yasa, mənim doğma kəndim, anam xalisa. Onsuz qəm içirəm gündə 1000 kasa, elə bil ağzımda dil itirmişəm. İndi qış kimidir bedidə bahar, dörd bir tərəfini alıb boran, qar. Düşmüşəm mən onun qoynundan kənar, yaralı mizrabam, tel itirmişəm. Ömür gün nə qədər keçsə xoşbəxt, şən, o günün səbəbi vətəndir, vətən. Zauram, zauram, qürbətdə sanıram ki, mən ömrümdən qiymətliləri itirmişəm. Çox sağ ol. Sağ ol, sağ ol. Boyun bükməz qaranlığa, hər gecənin sabahı var. Bu dünyaya hər bir gələn olacaqdır bir gün ölən. Qəlbdə ağlar, üzdə gülən, hər ürəyin min ahı var. Dünya geysə haqdan donu, cənnət olar onun sonu. Yetən, ötən söyür onu. Dünyanın nə günahı var? Bugünkü məclisdə sən də dəfələrlə bu ocaqda olubsan, bugün də öz ürək sözü idi. Bilət müəllim, sağ ol. Sənin sağlığın olsun. Sağ ol. Sənin gözəlliyin ən o yüksək səviyyəsinin bir də ondadır ki, sən çox səmimi adamsan. Sənin o səmimiliyin sənə 2 qat hörmət gətirir. Sən Sabir müəllim haqqında deyəndə ki, sağ olsun, həmişə zəng edirdi. Mən də Binət müəllim arada zəng edirdi, o da heç bir danışırdı. Ancaq mən bir açıdan yuxarı gitməklə şimdi burada deyirdim ki, Binət müəllim, bir 150-200 səviyyəsində birdən kömək lazım olar. Mən hazıram, buradan göndərə bilərəm. Ancaq çox dedim demə, deyirsən, elə biləcəm. Yox, indi olanı deyirəm da, dedim ki, bir 150-200 səviyyəsində birdən nəysə kömək olar, mənə bir dənə deyil. Allah sənə can sağlıq versin. Bir dəfə bir tədbir idi. Orada Binət müəllimin bir şeirindən söhbət. O yellə. Mən baxdım ki, belə. Deyirlər, onu filankəs yazdı. Dedim, bu dəqiqə mən zəng eləyəcəm dedim. Xahiş edəcəm, imkanı olsa deyəcək dedi. Mikrofona vurdum, dedim ki, Binət müəllim, ona bir adcədən bir-iki söz deyil. Bu da deyəndə qoşlar ki, nə qəşək səmimi şairdir. Dedim, elə onun gözəlliyi səmimiliyindədir. Allah səni var eləsin, Binət. Amin. Allah səni elə obiyyət çox görməsin. Sən çox dəyərli qardaşsan, dəyərli insansan. Allah səni var eləsin. Bundan sonra da yenə də gözəl şeirlərin olsun. İndi kitab olmasa da şeir mən səndən çox gözləyirəm. Özündə bilirsən. Mən də şeir deyə bilmirəm, ancaq şeir həvəskarıyam. Bilala həmişə deyirəm ki, Bilal. Şairlər yaşanda mənə xəbər ilə, mən də gəlib bir qıraqda da mən oturacağam. Allah can sağ versin. Sultan müəllim, siz də sağ olun. Sağ ol İlham qardaşım. İcazənizlə Rasim müəllim də ürək sözünü desin. Sonra da Rafiq. Çox deməyəcəm, 2 kəlmə söz deyəcəm. Binət, Allah səni bizi artıq görməsin. Ömrün uzun olsun. Artıq görməsin. Həmişə başın üstündə olasın. Həmişə cavan qalasın. Həmişə qələmin əlindən düşməsin. Yeni kitaba gəlsən, biz də səni sevirik. Sağ ol. Rafiq sən də buyur. Onu deyərdiniz, ben deyərdim. Vallahi ben yüreğimden keçen bütün o sözleri, en güzel alışları
xalaoğluya deyirəm. Mən xalamoğlu yoxam. Məmmədin xalası oğluna dedilər. Mən də çox sevindim ki, xalamoğlunun bu cür kitabını ərsəyə gəlməyinin şahidi oldum. Sağ ol xalaoğlu. Sağ ol. Allah sənə can sağlığı, uzun ömür versin. Çox sağ ol. Sədi müəllim bizim dostumuz, qardaşımız, ziyalımız. O da desin. Mən də müəllim təbrik eləyirəm. Onu demək istəyirəm ki, mən hardasa bir 30-40 ildir bu əsərin yazılmasını gözləyirdim. Bilirsiniz ki, biz orta məktəbi yəni yaxşı qurtarmışıq. İnstitut söhbət ondan gedir ki, ətrafda olan hadisələri, 200 ildə baş verən hadisələri azdan çoxdan bilirik. Başımıza nələr gəlir, Azərbaycan xalqı nə hansı o zülmətlərdən keçib və ən gözəl insanlarımız, savadlı insanlarımız İrkutskdan tutmuş Bağdadana kimi o çöllərdə hamısı məhv oldu, getdi. Hüseyin Cavidi Allah rəhmət eləsin, Heydər Əliyev gətirdi, burada məqbərə də yaratdılar onun üçün. Ondan da ola bilər gözəl insanlar, gözəl şairlər, din xadimlərimiz, nə qədər din xadimlərimiz Bağdadanda, İrkutskda hamısı yəni rəhmətə gedib, dünyasını itirib. Və biz 30-40 ildir gözləyirdik ki, onları bir qələmə alalım. Onlarla siz yazdıqlarınız bəlkə 30-40%-dir, 70%-dir bir hələ durur. Ora getmək bizim də bilirik də, hər oğlun hünəri deyil, gedək ki, o qapıları, dəmir qapıları açar, o arxivlərdən götür onu yazar. Deməli, Binnət müəllim çox böyük iş gördü. Bilirsiniz ki, onların ruhu həmişə sizə köməkdədir. Ki, o insanların siz ruhunu bir də ikinci dəfə onların həyata gətirmişsiniz. Bir də onlar haqqında məlumat vermişsiniz xalqımıza. Mən nə deyə bilərəm? Allah sizə can sağlığı versin, könül xoşluğu versin, Allah ömür versin ki, o işimizi davam elətdirəsin. Sağ ol, Sədi. Sənin torpağın başın, Didərgin adı Affa, İlbəyim artdı yaşım. Gözü yolda can verdi neçə soydaşın, cavabsız qalacaqsa o yaşayan qanqada, demək ölən günüdür. Nə gəzirsən dünyada? İnləyir yad əlində göyçən zəngi basarın, ocağın viran qalıb sökülübdür hasarın. Axı səni gözləyir məğrur dedi basarın, o boyda yurt yerini verəsi olsan ya da demək ölən günündür. Nə gəzirsən dünyada? Kinə ünvan gərəkdir. Mənə qurban olum demə qız, özünə qurban gərək. Baxışanda gözlərimiz, çaşbaş olur sözlərimiz. Sevə bilmir. Sənin qapqara, tərtəmiz gözünə qurban gərək. Arəs, mənə qurban olum demə, özünə qurban. Nəzər salar sənə baxan, gəzdir üzərlik, dağdağan, mənasından tə çıxan sözünə qurban gərək. Mənə qurban olun demək, özünə qurban gərək. Canlar alır qara xalın, qaşın, üzün, gül camalın. Binnət əskər qurbanlığın, o üzünə qurban gərək. Mənə qurban olun demə, qıza, özünə qurban. Şəmsi müəllim, Cəlal Zəngini tanımayan yoxdur da. Bayaqdan həqiqətən də indi bir kitab təqdimatı var idi Prezident kitabxanasında. Şəmsi müəllim, demək, Bilal müəllim dedi ki, Şəmsi qoca da buradadır. Dedim, bu dəqiqə taksi tutub gəlirəm. Mən o günü burada Binnət müəllimin kitabını biz qeyd elədik, çox məhdud bir çərçivədə, həqiqətən də. Amma Hacı Loğman məclisə o qədər böyük bir şənlik qatdı ki, o qədər böyük bir ovqat qatdı ki, Şəmsi müəllim, Sultan müəllim, inanın ki, elə bir məclis bir 100 nəfərlik, 200 nəfərlik bir sözün, sənətin seyrinə yığışmış insanların məclisi səviyyəsinə yüksəltdi. Deməli, mən həqiqətən də Binnət müəllimin bu kitabı münasibəti ilə Binnət müəllimi ürəkdən təbrik edirəm və mən inanıram ki, Binnət müəllimin növbəti kitabları gələcək, növbəti yaradıcılıq məhsullarını ortaya qoyacaqdır və həqiqətən də bu kitablar elə belə başa gəlmir, böyük əziyyətin hesabına başa gəlir. Özü də biri var,
bu kitab Bakıda başa gələr, nə bilim kəndində, kəsəyində, oturduğun yerdə başa gələr. Bir də var kitab, o şaxtalı, boranlı, nə cür deyir o, həmin repressiya dövrünün kəskin şəkildə tuğyan elədiyi bir məkanda başa gələr. Qaranlıq tayqalarda. Bəli, bəli. O, hələ bəlkə də Binnət müəllimin indi özü bəzi şeyləri bizə danışmır, demir. Hələ bəlkə də o həyatı bahasına başa gələn müəyyən məqamlar var. Ona görə də bax, bu kitablar mən həmişə deyirəm, iki cür olur. Zəhmətsiz əlçəyə gələn kitablar, Sultan müəllim, zəhmət hesabına əlçəyə gələn kitablar. Yəni, bax, bu kitabda həmin o zəhmət hesabına, əziyyət hesabına başa gələn böyük zəhmətin bir məhsuludur, bəhrəsidir. Binnət müəllim şəkili keçlərimə 83-cü il səhv eləmirəm. 83-cü il Vidadə Əliyevlə qəzetin növbəti nömrəsini hazırlayırdılar və elə bir şəkil idi. Onu göndərdim Binnət müəllimə. Yəni, Binnət müəllim həqiqətən də çox istedadlı insandır, çox qabiliyyətli insandır, söz adamıdır. Əsl söz adamının Aydın müəllim ürəyində heç vaxt çirkülürət, heç vaxt belə məhkirlilik, bədxahlıq ola bilməz. Çünki əsl söz adamı həmişə o Rəbbimlə, belə deyək, Allahla həmişə təmasda olan, həmişə üzünü Allahın dərgahına tutub, onunla dərdləşən, söhbətləşən insan heç vaxt məhkirli ola bilməz. Həm də elə insanlar bir elm məsələ var, deyir, həm də Allahın başının üstündə görürlər. Mən Zaur qardaşımızı da hələ tanımamışdan qabaq Razim Gəncəli ilə sizin bir yazışmalarınız var idi. Razim Gəncəlinin qardaşı Müzəffər müəllim mənə o kitabını vermişdi, o kitabları. Və mən həm də sizin haqqınızda yaxşı bir yazısı çıxmışdı və Müzəffər müəllim sizin haqqınızda Razim Gəncəlinin qardaşı mənə danışmışdı. Sonralarda da sizi tanıdım. Yəni müəyyən qəzetlər vasitəsində yazılarınızı oxudum və s. Elə mənim özümün də həmişə marağımdaydı ki, sizi bir yaxından tanıyım. Çünki sizin kimi insanları da tanımaq bizim kimi yaradıcı insanların həm də nəzəri borcudur, mənəvi borcudur. Həmişə var olasınız, həmişə elimizdən, ovamızdan əski olmayasınız, hər birimizə elimizin, obamızın o necə deyir, bax beləcə sazın, sözün sehrində o doğma yurt yerlərimizə qayıtmağı arzu edirəm, amma onda sazı Hacı Loğman yox, Binnət müəllimin özü çalacaqdır. Binnət müəllim, sağ ol. Adam həqiqətən də o sonuncu misranın özü böyük bir fəlsəfi misradır, fəlsəfi fikirdir. O misranın özündə bir dünya var. Məni göz yaşıyla yuyarsan, Sultan. Təkcə məni yumaq, o dünyanın biz gözləri önünə gətirib belə bir qiyabi şəkildə canlandıranda böyük bir dünya yaranır. O fikrin özü təkcə o cümlənin, o misranın özü böyük bir fəlsəfi fikirdir, fəlsəfi bir dünyadır. Eşq olsun sizin fəlsəfənizə də, sözünüzə də, zəkanıza da, dünyanızın Gəncənin birinci katibi olur. Qədərdən, qismətdən yayınmaq olmaz. Vədəsi gələndə haqlayacaqdır. 100 dayaq düzəltdir, 100 dirək aldı. Laxlayan imarət, laxlayacaqdır. Nə qədər bəd gəlsə, pis demə şarxa, əlbət bir də gələr su gələn arxa. Hər zatı qırığa çevirmə arxa. Səmtinə saldısa oxlayacaqdır. Bir düz əməl yalan addan yaxşıdır, nağdı loxma, nisiyat addan yaxşıdır. Nə qədər biz olsa, qohum yaddan yaxşıdır. Ayda bir ildə bir yoxlayacaqdır. Oruc oğlu, çatacaqsan muraza. Çünki köməyin dicətdir mürtəza. İmanın düz olsa,
Hacı kimi. Ne şeydi qazan? Bax o saxlayan ki saxlayacaq. Allah sizi saxlasın. Sağ ol. Nəsidir? Sızlayır sinəmdə yaram, yanıram. Sevda çiçeğimin tumurcuk çağı qərq oldu senlərə sarab, yanıram. Tutmuşdu gülümü gözüm, sevmişdim. Özüm vurulmuştum, ha ki özüm sevmişdim. Ben könül butamı həzin sevmişdim. İndi həzin aram yanıram. Sevgiden olmuştu efşan çırağım. Bugün ürəyimə düşman çırağım. Elməz şöləsindən peşman çırağım. Yoxam, kül olmuşam, varam, yanıram. Geceler yuxumda kəbə görürəm. Qara gör görürəm, türbə görürəm, üzrü qəliblənməz tövbə görürəm, dolayıb əynimə ehram, yanıram, tüstüm çox, istim yox, qurum adamam, hər zaman Allaha kərim adamam, mən şikəst adamam, yarım adamam, qalıbdır vətəndə param, yanıram. Sağ ol. Hakkı duyan hakkına rəhmət apardı. Nəfsə uyan dünyadan lənət apardı getdi. Öldü Firon ehramı təxt-i rəvan sandılar. Qul qarabaşlar qızı zinət apardı getdi. Ömrü boyu topladı, doymadı vardan həris. Hansı ləbət dünyadan sərvət apardı getdi. 7 cahil 100 yaşa Allah'ı dərk etmədi. Aqil olan kimsənə ibrət apardı getdi. Molladan etdim rica, Quranı təfsir desin. Bir iki boş əfsanə söhbət apardı getdi. Müslümə dindaş dedim, dön geri bax, laf dünən. Dost dediğim düşmənə şərbət apardı getdi. Sermaye bir başkadır, daydayı bir başkadır. Pik məqama məmuru rüşvət apardı getdi. Başını daşlatdılar, başını baş taxtılar. 5 betəriş fırladı, dəhşət apardı getdi. Farsi Rüsü Türküdür milletin övladları. Herkesi öz semtine hislət apardı getdi. Qul deməsin mən qula, şah deməsin şah mənə. Talibine insanı qismət apardı getdi. Candı alır Əzrail, gah cəza, gahdan qəza. Sultanı da dünyadan həsrət apardı. Yaxadan asılan qəzadır, loğdur, Adəmi bizimlə beşdən qoldu. Qış kimi çınqıdır, avuldu, oldu, yay kimi tufandı, borandı. Düşmən yarantıdır, boş olan cibə. Günahı olanı qısmıyar divə. Xəyanət eləsən dönüb ağ divə. Adım özgədən sorandı qaba. Bildirin kişisən, iman yandırma. Hamısını bir ölçüb qəldin sındırma. Çoxu vəfalıdır. Könlünü qırma, anan etdi ki, Quranda. Bu da Çox gözəl. Zamanəmi pisləşib, biz mi pisə dönmüşük? Dildə oda alova, üzdə hissə dönmüşük. Haqq yolunu azmışıq, yolu tərsə dönmüşük. Həqiqəti, gerçəyi sanmışıq, röya, nağıl, dağıla dünya, dağıl. Bir fitniyə fəndə bax, qurd dərəni tanımır. Qurduğu tora düşən o tələni tanımır. Süfrəmizdə böyüyən bu süfrəni tanımır. Qəlbimiz mi günahkar? Ya yoxmuş bizdə? Dağıla dünya, dağıl. Zamanın işinə bax, hökm edir türkü şirə. Dünən günah daşıyan bugün dönübdür pirə. Hədərdir vicdan haqqı, dönüb qula, əsirə, qədir bilməyənlərə sağmal qoyun tək sağıl. Dağıla dünya, dağıl. Üzləşmişik nə yaman pis dövranla ilələ. Yaman paxıllıq edir, indi sağ əl, sol ələ. Paxıllıqdan nə çıxar, bir qulaq as məsələ. Atalar söyləyib ki, artmaz ölüncə paxıl. Dağıla dünya, dağıl. Sevgi qədri bilməyən nə bilsin ki, yar nədir? Bağban bağban deyilsə bilməz bağda bar nədir?
Qeyrətsizlər nə bilsin, namus nədir, ar nədir? Qeyrət nişanı olub ha döşdən döşə taxıl. Dağıla deyirlər, dağıl. Dağıla deyirlər, dağılsın. Harda yaşayacaqsan? Hoşuma geldi vallahi. Yaşayaq. Diğer yine söz mülkünde meydan açırsan. Sultan Orduoğlu her vakti xeyir. Zərgərsən, zərində şeş qoşa düşür. Sənin zər içində zər vakti. Nələr ağlatdı səni bilirəm. Saçına səpilmiş bəni bilirəm. Başında dumanı səni bilirəm. Göy vaxtın mübarək, yer vaxtı. Ağlatdı, sızlatdı bu dünya səni. Nə qədər ağlatdı bu dünya səni. Yuxudan oyatdı bu dünya səni. Açıldı neçəsi, sir vaxtı xeyir. 45'ten bu yana üzüm gülmədi. Yollara boylandım, gedən gəlmədi. Dərdini mənim də kimsə bilmədi. Döndüm durdu pir vaxtı xeyir. Nadan da, nakəs də, nar da görünsən. Kızılgül üstünde kar da görünsən. Sen de kötü. Dar da görünsən, gözlük dayanmasın. Dar vaxtda xeyir. Sen Türk'ün səsisən, Türk oğlu Türksən. Zamana göz dağı, zillete görksən. Ziyarət dağısan, göysəsən. Erksən, sen haqqa ərlisən, hər vaxtda xeyir. Bir zaman bağında bülbül ötərdi. Ondan sənə qalan xatirələrdir. Dərdin qaysaq tutmaz təzədir. Tərdir, tər dərdi. Tər gülün, tər vaxtıdır. Yuxunun ünvanı şörək eldimi? Ağ baba, qaygulu arpa göldümü? Biz nələr çəkirik, dağlar bildimi? Gün batır, qarışır şəhər, vaxtı xeyir. Düşməni qəlb edib kədərə, dərdə, kaş gedə biləydik bin gölə bir də. Oradan baş götürür Araz da, Kürdə. Araz vaxtı xeyir. Eşq olsun şəmsi. Zaman öz işində, öz gərdişində. Kimlər nə axtarır, nəyin peşində. Şükür ki görüşdük 75'ində. Şir kimi nərə çək, şir vaxtı xeyir. Bu şiiri sinənə qoyarsan sultan. Ağrımı, acımı duyarsan sultan. Məni göz yaşınla yuyarsan sultan. Deyərsən ay şəms, görmədin. Allah razı olsun. Şümmə harazam, kürəm, ay bala. Kimsəsiz kimsənin kimsəsi ol ki. Deyərsən ər oğlu ərəm, ay bala. Bir kere özürlə qalsan başa baş. Görərsən küləklə çıxmaz başa baş. Sen hələ yerinə qoyulmamış daş. Mən zərgər əlində zərəm ay bala. Olsun dünyayla çox qeyli qalım. İndi mən məğlubam, dünyasa zalim. Ne olsun ağarı saçım, saqqalım. Sanma ki ocağım, sürəm ay bala. Günahkar bəndəsən haqq divanında. Şükrəmə, ərənlik yoxsa canında. Meydanı boş görür tülkü yanında. Demək ki pələngəm, şürəm ay bala. Dünya çox gətirib götürər səni. Təpədən təpiyə ötürər səni. Təbərik olunca bitirər səni. Yapsar yaxarına. Zərəm ay bala. Dərviş ol. Sarayı dəyə biləsən. Sarımsaq dərmandır nəyə biləsən. Sözə naxış vur ki deyə biləsən. Həmişə təzəyəm, tərəm, ay bala. Görürəm özümü anlatmaqdasan. Mənasız qürurla baş qatmaqdasan. Böyüksən. Hələ ki boy atmaqdasan. Mən isə çay üstü girəm ay bala. Söz gərək bulağa qaynamaq üçün. Göz gərək bulağa qaynamaq üçün. Söz gərək şəmsini qınamaq üçün. Yarıq kərəmiyə oynamaq üçün. Kərəm olmalısın. Kərəm ay bala. Sağ ol. Kərəm. Bu dünyanın çoxdur yaşı. Namərd olma mərdə qarşı, namərdləri sel aparsın. Söz ki verdin, üstündə dur. Səsin gəlsin həmişə gür. Haram malı
arzum budur, tufan qopsun yer alırsın. Elə ol ki xalqa, elə düşsün adın dildən dilə. Öləndə də son mənzilə, el çiynində el aparsın. Sağ Sağ ol. Allah ömür versin. Sağ ol. Səni qorusun. Özüm gül, özüm gül. Göz nəzər dəyər, libası gül buta geyməsən Allah. Eşkin hər məqamda taxtı qızıldır. Sevgidə kənizlə bəyinə sən Allah. Gəl sənə duyğumu xətirincə verim. Gəl sənə duyğumu xətirincə verim. Gümanım Allaha yetincə verim, könlümü qoy sənə ilə bütüncə verim. Etmə ürəyini qiymə, sən Allah. Ömrüm huş çağında, çal çağındadır. Gözüm yağmurunda, saç ağındadır. Meylim gül qoynunda, nar acındadır. Lütf eylə iznini değmə, sən Allah. Bu neyin istəyirsən? Dedim bir görüşə cavab hə gəldi. Əsli məhəbbətim zəbana gəldi. Kərəmin başına gördüyüm nə gəldi? Tihdirmə donuna düymə sən Allah. Düymə niyə tütürürsən? Açamayacağım işə düşəcək. Yanaram. O bir məhəbbət idi. Nə idi? Zarafat yanada belə. Buyur, içimə həsrət qaldım. Kipriklərin sipərmiş. Gözümdən gecə boylanır, yanağında səhərmiş. Nazımı qatıbsan kərsinə. Salır işimi tərsinə. Bu səni vermə hirsinə. Görən deyər səhərmiş. Ayıldırım, həyat budur, keçmiş sevginin odur. O kiməsə ağızdadır. Mən yetimə qəhərmiş. Sağ ol. Vallahi Zahar bəy buyur. İnciyib geçmişler. Niye qayıtdın? Mənsiz yazın, yayın, boran oldu mu? Ayrılaq deyirdin, arzuna çatdın. Qəlbim tək, qəlbini qıran oldu mu? Göz yaşın olsa da lap araz çayı, daha havayıdır. Vallahi havayı. Bir söylə, yolunda məndən savayı mən qədər özünü yoran oldu mu? Bilmirəm, inandın sən kimə, nəyə, razı oldun həsrət qapını döyə. Yıxdılar evini, gəl deyə. Gəl deyib, arxanda duran oldu mu? Məclisin öz axarı ilə getdiyi yerdə öncədən xəbərdarlıq etmədən səbəbkar Binnət Əsgər müəllimin qəfil gedişi şair Sultan Orucoğluna iki gözəl şeir, həmçinin Hacı Loğman Qorqudun Getdi rədifli cavab şeiri ilə və bundan sonra Zaur Vedilinin və ən sonunda Binnət Əsgərin həmin Getdi rədifli bir bənd şeirləri ilə zarafatyana bir sonluqla başa çatdı. Həmişə xeyirli günlərdə.